Hər vaxtınız xeyir olsun, əziz sirdaşlarım. Bugün biz sizə çox maraqlı bir mövzu təqdim edəcəyik. Mövzu nədən ibarətdir? Bakını gəzərkən yəqin ki, bir sıra binaların oxşarları ilə nə dərəcədə gözəl ansambl təşkil etməsinin şahidi olmusunuz. Biz bugün sizə qoşa ansambl təşkil edən binalar haqqında söhbət açmaq istəyirik. Və bu məqsədlə təqdim etmək istədiyimiz ilk bina 28 may küçəsində yerləşən qoşa binalardır. Məhz bu binalarla Bakıda qoşa ansambl təşkil edən binaların tikintisinə start verildi və bu ötən əsrin sonlarından etibarən, daha doğrusu 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərindən etibarən təşəkkül tapmağa başladı. Budur məndən arxada olan həmin o qoşa binalar. 28 may küçəsi haqqında məlumat verərkən yadınıza gəlir telefonlu küçəsi haqqında sirdaşın xüsusi buraxılışı. Biz məhz bu küçədə inşa edilmiş qoşa binalardan başlamışdıq. Tarixi faktı nəzərə alaraq bu küçədə yerləşən ilk qoşa binalardan söhbət açmaq istərdik. Günlərin bir günü Musa Nağıyev öz xanımı ilə bərabər İtaliyaya, Venesiyaya səyahətə yollanır və burada gördüyü bina xanımının çox xoşuna gəlir. Binalar qoşa idi. Musa Nağıyev bu əhvalatı yadında saxlayır və Bakıya gələndə telefonlu küçəsində böyük bir ərazini alaraq burada qoşa binalar tikdirməyə başlayır. Budur həmin o binalar. Həqiqətən bir sənət əsəri, bir sənət nümunəsi, arxitektura nümunəsidir. Hər iki binada eyni cür eyvanlar, eyni cür pəncərələr, eyni eyvanların üstündəki naxışlar, kranşteynlər, hər bir şey bir-birini təkrar edir. Sanki 200 övladlardır bunlar. Bu binaların altında bir zamanlar gözəl bir qastronom var idi və məktəbli olarkən, buradan keçərkən mən həmin qastronoma daxil olar və içərisində fındıq üstündə şokolad olan həmin o dairəvi konfetlərdən azca da olsa məktəbli büdcəsinə uyğun alaraq buradan yeyə-yeyə evə gedərdim. Daha bir faktı söyləmək istəyirəm. Burada məşhur bir kafe vardı, Sevinç kafesi. Azərbaycan bədii filmlərindən birində bu kafe tarixə düşüb. Gün keçdi bədii filmində Oktay və Əsmərin əyləşdikləri, söhbət etdikləri və həmin o gözəl səhnələr, o gözəl musiqi, improvizə, Eskulab qrupunun caz üslubunda ifa etdiyi musiqi hamısı qoşa binaların altında. Sevinç kafesi, bax bu hissədə idi. Burada lenta alınıb. Hal-hazırda burada yenə də məşhur ticarət şəbəkələri var. Amma onlar tarixdir və bu tarixin səhifələrini biz bugünkü verilişimizdə qoşa ansambl təşkil edən binalar mövzusunda sizə təqdim edəcəyik. Sən belə bir rəssam tanıyırsan, Cavalcanti. Eşitmişəm. Necə məyər? Qulaq as. Dava vaxtı Almanlar Fransanı zəbt eləyəndə onun işləri itir. Bütün ümidini itirən rəssam 20 ildən sonra onları nəhayət tapır. Ona elə gəlib ki, gəncliyi qayıdıb. Güya deyirmiş ki, itən əsərləri bütün bu vaxtı yuxusuna girib. Sən də mənim yuxuma girirdin. Sən, içəri şəhər, oxuduğumuz illər. Əgər mən indi həmin o il bir də təzədən yaşasaydım. Bu yerə yaxınlaşanda nə üçünsə hər zaman mən Uzaq Sahillərdə filmindəki bax bu epizodu xatırlayıram. Üstü açıq ZIS maşınında Mikhailo Anjelika ilə bərabər Nizami Kinoteatrın qarşısından keçib gedir. Halbuki bu küçəni bir çox filmlərdə görmək mümkündür. Qoşa ansambl təşkil edən binalar mövzusunda sizə təqdim etmək istədiyimiz ikinci əzəmətli bina. Həqiqətən sözün tam mənasında %100 qoşa olmasa da amma oxşarlıqları %90 bir-birinə bənzəyən binalar. Nizami Kinoteatrı və Azərtac Dövlət Agentliyinin binası. 30-cu illərin əvvəllərindən etibarən Sovet Azərbaycanında bir-birinin ardınca möhtəşəm binalar inşa edilməyə başladı və bu inşalarda milli üslub, romantizm, tarixi əhəmiyyət, yüksək bədii estetika öz əksini tapmağa başladı.
Amma Nizami Kinoteatrının binası o zamanlar Bədai Kinoteatrı adlanırdı. Əvvəllər Füzulinin adını daşıyırdı, amma Nizaminin 800 illik yubileyi ərəfəsində bu kinoteatrın adı dəyişdirilərək Nizami Kinoteatrı qoyuldu. Bina 1934-cü ildə istedadlı Azərbaycanlı memarlar Sadıq Dadaşov və Mikail Hüseynovun layihəsi əsasında inşa edildilər və məhz burada Telefonlu küçəsi, indiki 28 may küçəsinin lap başlanğıcında sanki bu küçəyə bir ton verdilər. Bu küçəyə bir başlanğıc verdilər, əzəmətli başlanğıc verdilər. Bu binalar sanki bu küçənin giriş qapılarıdır. Hər iki tərəfdən insanları bu gözəlliyə baxmağa dəvət edir. Milli romantizm üslubu nə idi? Azərbaycan milli arxitektura üslubuna məxsus olan nə varsa, iri sütunlar, pəncərələr, həmin o eyvanlar, hər biri bu binada öz əksini tapmışdır. Və eynən onunla üzbəüzdə yerləşən digər ikinci binada da tam olmasa da, amma müəyyən istisnalar olmaqla, cüzi istisnalar olmaqla hər bir şey bir-birini təkrarlayırdı. Bu həqiqətən gözəl bir binadır. Daha doğrusu bu binalar gözəl binalardır və onu ən gözəl edən cəhətlərdən biri də sarı və ağ rəngin uyuşmasından əmələ gələn o təkrarsızlıqdır. İri sütunlar sanki böyük bir eyvanı öz çiyinlərində saxlayır. Giriş tərəfdən bunlar həqiqətən böyük bir gözəllik və böyük bir estetika bəxş edən binalardır. Nizami Kinoteatrı bir çox Azərbaycan filmlərində nümayiş etdirilib. 1963-cü ildə kinorejissor Ədil İskəndərov Əhməd Hardadır bədii filmini çəkdi və filmin Bakı səhnələri məhz Nizami Kinoteatrından başlayır. Yadınıza gəlirsə, Şirin kişi öz həyat yoldaşı qızı və oğlu Əhmədi axtarmaq üçün Bakıya gəlir. 50-ci illərdə İnşaatçılar Prospektinin abadlaşdırılması və təşəkkül tapması ilə əlaqədar burada geniş tikintiyə başlanıldı və ilk ən böyük tikintilərdən biri məndən sağ tərəfdə yerləşən qoşa ansambl xarakteri daşıyan binalarda idi. Memar Ənvər Qasımzadənin layihəsi həddindən artıq maraqlı və çox gözəl idi və o dövrün tələblərinə uyğun olaraq milli romantizm üslubunda inşa edilmiş bu binalar qoşa binalar silsiləsində özünə məxsus bir yer tutur. Diqqət yetirək, küçənin formasını xatırladaraq birinci bina nisbətən yarımqöz şəklində və sonra hər iki binanı birləşdirəcək orta bina və sonra ikinci bina yenə də birləşdirəcək və qarşısında sanki bu ansambl tamamlayacaq bir mərtəbə daha hündür olan tikili hədsiz dərəcədə gözəldir. Diqqət yetirin, Azərbaycan milli memarlıq üslubunun bir çox elementlərini siz burada görə bilərsiniz. Bu xüsusilə pəncərələrin ətrafındakı çərçivələrdə, maraqlı eyvan üslubunda və binanın yuxarısındakı naxışlı karnizlərdə özünü biruzə verir. Bu küçəyə həqiqətən yaraşıq verən bu bina İnşaatçılar Prospektindəki ilk binalardan biridir. Lətif Səfərov 1955-ci ildə Bəxtiyar filmini çəkəndə bu binadan istifadə edir. Çünki Saşa bu həyətdə yaşayırdı. Prokurorlar evi kimi tanınan məşhur bina həqiqətən çox gözəl və tarixidir. Mənə qulaq as, Bəxtiyar, heç darıxma. Böyük iş olub. Boş şeydir. Ayın birindən sənin məzuniyyətin başlayır. Mən qastrol büro ilə danışaram. Biz sənə qat seçilməyə çıxarıq. Görərsən necə böyük müvəffəqiyyətli olacaq. Sən ona necə oxuyan olduğunu göstərərsən. Bu ən gözəl fikirdir. İnan mənə. Bunu sənə ağabala deyilir. Bu küçənin ilk
binalarından olan Ənvər Qasımzadənin layihəsi hədsiz dərəcədə gözəl, romantik, milli üslublara və həmin o dövrün ab-u havasına cavab verən binalardandır. Binanın müəyyən yerlərində biz müəyyən simvolikalara rast gəlirik. Bu simvollara həmin dövrdə inşa edilmiş bir çox binalarda rast gəlmək mümkündür. Tağın altında həyətə daxil olarkən yuxarıda qızıl ulduz həmin o dövrə aid olan biləcək simvollardandır. Ulduzun altında binanın inşa edilmə tarixi də əbədi olaraq həkk olunur. Amma ikinci mərtəbədəki kiçicik eyvanlar, üçüncü mərtəbədə daha böyük və pəncərənin altında olan xüsusi naxışlar bu binaya tam təkrarsız bir görkəm verir. Cəsarətlə söyləmək olar ki, Ənvər müəllimin layihəsi bu küçəyə yaraşıq gətirəcək qoşa ansambl xarakterli binalardan biridir. Son olaraq bildirmək istəyirəm ki, bu binalarda bir çox məşhur şəxsiyyətlər, o cümlədən Azərbaycan mədəniyyətinin görkəmli simaları da yaşayıblar. Respublikanın xalq artisti İlhamə xanım Quliyeva da uzun müddət bu həyətdə yaşayıb. Və gəlin İlhamə xanımın da ifasında bu arada gözəl bir mahnını dinləyək. ...1945-ci ildə Bakının tən mərkəzində Targov küçəsi, indiki Nizami küçəsi ilə Səməd Vurğun küçəsini kəsişdiyi yerdə məşhur bir mülk ucaldıldı. Əslində bu işlərə 30-cu illərdə start verilmişdi və milli romantik üslubda inşa edilən binalardan ən möhtəşəmi Mikail Hüseynov və Sadıq Dadaşovun layihəsi üzrə 1945-ci ildə inşasına başlanıldı. Təsəvvür edirsiniz, müharibənin bitdiyi bir dövr, bu dərəcədə gözəl və əzəmətli bir bina ucaldıldı. Mən yalnız və yalnız bu insanların böyük məharətinə alqış söyləyə bilərəm. Sadıq Dadaşov və Mikail Hüseynov bu binanın böyük məharətlə layihələndirmişdilər. Uzun illər keçəndən sonra bu binaya yenidən bir nəfəs verilməsi məqsədi ilə onun yanında daha birisi tikildi. Və biz bu mövzuya hələ qayıdacağıq. Amma hələlik mövzumuz 1945-ci ildə ucaldılan Buzovna Neft idarəsi üçün tikilən məşhur bir bina idi. Tam azad bir üslubda inşa edilib. Binanın bir hissəsi digərini qətiyyən təkrarlamır. Mərtəbələrdən tutmuş eyvanlara qədər hamısı tam fərqlidir. Yalnız və yalnız giriş darvazasının üzərindən sanki qismən simmetriya oxu keçir və bu binanı iki hissəyə ayırır. Onun üzərindəki arxitektura üslublarına diqqət yetirin binanın sanki bayıra çıxmış xüsusi eyvanları bir-birinin üzərində iki mərtəbədə necə gözəldir. Yuxarıdakı meydança və meydançanın məhəccərləri bu binaya xüsusi bir gözəllik bəxş edir. Daş üzərində işləmələr də möhtəşəmdir. Binanın son iki mərtəbəsində eyvanların altındakı kranşteynlər ona bir qədər də əzəmət gətirir və keçmiş ustaların layihələndirdiyi köhnə təkrarsız Bakı mülklərini xatırladır. Nənəmin və babamın yaxın ailəvi dostlarının bu binada mənzilləri vardı və heç zaman unutmaram. Yataq otağında təxminən
iki üç pilləkən qalxaraq yataq dəstinin yerləşdiyi yerin ətrafında sütunlar da var idi. Evin içərisində bax belə bir romantik üslubda bir şey icad edilmişdi və ixtira edilmişdi. Bəlkə bu yenilik idi. Sovet dövründə belə bir şeyi etmək həddindən artıq böyük bir cəsarət tələb edirdi. Və həmin o mənzilin eyvanı bir Azərbaycan filmində əbədiləşib. Diqqət yetirək, 4-cü mərtəbədəki tindəki o kəskin eyvan o Qızı Tapın bədii filmində görünüb. O qədər populyar bir binadır ki, detektiv janrında çəkilmiş filmdə bu eyvandan istifadə ediblər. Gəlin həmin o epizodu xatırlayaq. Saat neçədir? 5-10 dəqiqə qalıb. Hələ vaxt var. Ümumən götürdükdə bu həqiqətən gözəl və istənilən ölkənin arxitekturasına, arxitektura ansamblına baş ucalığı gətirə biləcək bir binadır, əzəmətli bir mülkdür. Və bu binaya xüsusi gözəllik verən amillərdən biri də 3-cü mərtəbədəki eyvanlardakı həmin o 3 dolçadır. Təsadüfi deyil ki, bu binaya şəhərdə dolçalı ev deyə söyləyirlər. Bu bina istər-istəməz insanların diqqətini cəlb edirdi və xoş bu binanın içərisində yaşayan insanların halına belə gözəl və estetik cəhətdən zəngin bir binada yaşayırlar və illər keçir. 2000-ci ilin əvvəllərində bu bina o qədər insanların xoşuna gəlir və o qədər məşhur olur ki, onun yanında daha bir bina inşa edilir. Sanki bu binanın bir qədər dartıb uzadılmış forması idi həmin o bina. Müəyyən hissələrdə birin birə nisbətində onu təkrarlayırdı. Bu da o təkrarsız bina. Hər bir şey müəyyən mərtəbəyə qədər dolçalı evi xatırladır. Hətta dolçaların sayı və quruluşu da eynən öz sələfinin binasında olduğu kimidir. Və ortada müasir texnologiyalardan istifadə olunmaqla inşa edilmiş əzəmətli hissə və yuxarıda öz sələfinin dolçalı evin üstündə olduğu kimi əlavə olunmuş son 2 mərtəbə bu binaya təkrarsızlıq bəxş edir. Bu bina qoşa ansambl təşkil edir və qoşa binalar mövzusunda biz hər 2 binanı sizə göstərməyə qərar verdik. Həm 45-ci ildə inşa olunmuş və Sadıq Dadaşov və Mikail Hüseynovun layihəsi əsasında bu təkrarsız mülk və bir də onun yanında müasir Azərbaycan müstəqillik dövrünün təkrarsız tikilləri arasında öz həyatını yaşayan növbəti dolçalı bina. Hər ikisi bir gözəllik nümunəsi olaraq şəhərimizin ən gözəl qoşa ansambl təşkil edən binaları arasında adları yazılır. Aylar keçirirlər, keçir axın olur. Yadlar gəlir, doğma olur, yaxın olur. Məhəbbətlə ötən ömür nağıl olur. Ey həyat, sən nə qəribəsən. Ey həyat, sən nə qəribəsən. Sahil metrosu yaxınlığındakı bu əzəmətli binanın altındakı barelyeflərə yəqin diqqət yetirmisiniz. Azərbaycanın milli lideri Heydər Əliyev və onun xanımı Zərifə xanım Əliyeva bu binada yaşayıblar və bu barədə həmin o barelyef də xəbər verir. Bu əzəmətli bir binadır, bu görkəmli bir binadır və 30-cu illərin əvvəllərində neokonstruktivizm üslubunda inşa edilmiş ən əzəmətli binalar da qoşa binalar silsiləsində sayılan, seçilən binalardandır. 30-cu illər ərzində Bakıda bir çox yeni binalar tikilməyə başladı və bunların bir çoxu indiki tarix üçün çox əhəmiyyətli binalardır. Arxamızda gördüyünüz bu 2 bina da həmin o qəbildən olan binalardandır. Memarı Gusman bu binanı elə formalaşdırmışdı ki, o da küçənin başlanğıcında bu küçəyə sanki qapı xarakterini daşıyırdı və Səməd Vurğun küçəsinə giriş məhz bu binalarla başlayır. Bina həqiqətən çox maraqlıdır, çünki diqqət yetirin, onu 2 rənglə boyamaqla çox xüsusi bir görkəm verirlər. Binanın
bir qədər düzbucaqlı şəkildə olmasına rəğmən özündə maraqlı bir daşıyıcı var. Nədir bu daşıyıcılar? Maraqlı kiçik fransız tipli eyvanlar. Bu yerdə fransız eyvanlarının nə olduğunu sizə anlatmaq istərdim, əziz sirdaşlarım. Diqqət edin, ikinci mərtəbədəki eyvanlara, onlara çıxmaq, orada dayanmaq mümkün deyildi. Amma ora gül çiçək qoymaq, əkmək olardı və bu estetik cəhətdən olan eyvanlara fransız eyvanı söyləyirlər. Yalnız ikinci mərtəbədə fransız eyvanlarına rast gəlmək mümkündür. Həm ikinci mərtəbədə hər iki küçə tərəfdən həm Səməd Vurğun, həm də Zərifə xanım Əliyevanın adını daşıyan küçədə belədir. Əvəzində üçüncü və digər mərtəbələrdə geniş olmasa da, amma bu binaya uyğun ola biləcək eyvanlar. Hər iki bina simmetriya oxu, sanki küçənin tən ortasından keçən simmetriya oxu üzrə bir-birindən kənarlanır və bir-birini tamamlayır. Gözəl binalardır. Sovet epoxasının lap əvvəllərində Bakıda tikinti bumu başlanarkən adi insanların yaşaya biləcəyi əzəmətli mülklərin tikilməsi fonunda bunlar bugün həqiqətən bir arxitektura nümunələridir. Səndən qalan xatirəm mavi dəniz. Qoşa binalar mövzusunu davam etdirərək Neftçilər prospektinə gəlib çıxırıq. İş ondadır ki, müharibədən sonraki dövrlərdə bir-birindən gözəl binalar ucaldılmağa başladı. Əsl Azərbaycan milli arxitektura üslubunda və romantizm üslubunda tikilən binalar bir-birini əvəz edirdi və maraqlı bir əhvalatı sizə söyləmək istəyirəm. 1955-ci ildə Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin SSR Nazirlər Sovetinin qərarına əsasən Bakıda tikilən binalara mənfi münasibət bəslənildi. Bu qərarda göstərilirdi ki, artıq xərclərə yol verilən və estetik cəhətdən bir o qədər də əsaslanmayan binaların tikintisi qadağan edilməlidir. Bəzən bu qərarları başa düşmək olmur. Necə demək olar bunu? Halbuki bunlar həqiqətən Sovet dövründə tikilməsinə baxmayaraq hədsiz dərəcədə əzəmətli binalardır və çox gözəl binalardır. Bu bina 1960-cı ildə, siz səhv etmirsiniz, həmin o məlum qərar çıxdıqdan 5 il sonra yenə də inşa edilməyə başladı. Qərara bir o qədər məhəl qoymamışdılar və Bakıda bu tipli binalar hələ də tikilirdi. Əslində Xruşov hakimiyyətə gəldikdən sonra daha çox belə bərbəzəkli binalar tikməkdənsə bir o qədər də böyük əhəmiyyəti olmayan, bir-birini təkrarlayan Xruşov tipli binalar sistemi mövcud idi. Bu zaman daha çox kəmiyyətə üstünlük verilirdi, amma keyfiyyət o qədər də nəzərə alınmırdı, amma istisnalar var idi və Bakıda tikilmiş 60-cı ildə inşa olunan Ənvər Qasımzadənin layihəsi əsasında Neftçilər prospektində tikilmiş 2 bina diqqətimizi cəlb edir. Ortada tağ tipli eyvanların üstünə diqqət yetirin. Həmin o dairəvi, yarım dairəvi eyvanlar necə gözəldir və təkrarsızdır. Yuxarı mərtəbədə tən ortada o sütunlu eyvanların görünüşü ümumiyyətlə çox gözəldir və bu binalar 2 dənədir. Biri Qız Qalasının düz yanında, digəri isə bir qədər qabaqda. İçəri şəhərə daxil olacaq yerin yaxınlığındadır. Bu binalar məşhur binalar idi. Yadınızdadır, əziz sirdaşlarım, bu binanın altında indiki geyim mağazasının yerində böyük bir kitab mağazası var idi. Və insanlar şəhərin müxtəlif yerlərindən bura kitab almağa gələrdilər. 70-ci illərin sonunda ümumiyyətlə evdə kitabxana düzəltmək bir sözün yaxşı mənasında dəbə düşmüşdü və insanlar burada dünya ədəbiyyatı nümunələrinə abunə olardılar. Bəzən bunun üçün saatlarla növbəyə dayanmaq lazım gələrdi və biz də, anamla bərabər mən də bura gələr, abunə olar və sonra evə xüsusi arayış gəldikdən sonra və ya qaimə gəldikdən sonra o qaiməni götürər və buradan gəlib öz kitablarımızı alardıq və kitabxanalarımızı zənginləşdirərdik. Qeyd etdiyim kimi qoşa binalardan daha birisi bir qədər irəlidədir. İndi biz həmin o binaya da yaxınlaşacaq və o bina ilə də bağlı müəyyən xatirələrim var. Həqiqətən gözəl bir sənət nümunəsidir, arxitektura nümunəsidir. Bir daha qeyd etmək istəyirəm, bu binalar 60-cı illərin əvvəllərində məşhur
Azərbaycanlı memar Ənvər Qasımzadə tərəfindən layihələndirilib və Azərbaycan Memarlıq Məktəbinin, klassik memarlıq məktəbinin ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirib. Stalaktitlərə yuxarıda diqqət yetirin və stalaktitlərin arasındakı o milli ornament nə dərəcədə dolğundur. Hər iki binanın iki giriş qapısı olmuş tarixən kənarlardan içəri daxil olmaq mümkün idi və mərmər pilləkənlərlə yuxarı qalxardılar. Bu bina haqqında ən xoş xatirələrim isə indiki həmin o geyim mağazasının yerində olan əczaxanadır, aptek. 27 nömrəli əczaxana Bakıda çox məşhur idi və başqa yerlərdə tapılmayan dərmanlar üçün şəhər əhalisi hətta 8-ci kilometr Əhmədli tərəfdən bura gələrdi və burada hazırlanacaq dərmanların bir qismi elə əczaxananın içərisində xüsusi laboratoriyalarda hazırlanardı. 70-ci illərin sonlarında mənim sinif yoldaşlarımdan birinin anası bu aptekdə çalışardı və o zaman Vyetnamda istehsal olunan o balaca mazlar az-az yerlərdə olardı və onu tanışlıqla verərdilər. Və biz lazım olarkən həmin o sinif yoldaşımızın anasının yanına gələr, Hüsniyə xala, mənə o Vyetnam mazından bir dənə verə bilərsənmi? Və o da hər zaman əlində olan imkan qədər bizə köməklik göstərər və o dərmanlardan və o mazlardan bizə verərdi. Bütün bunlar ən xoş xatirələrdir və bugün qoşa binalar mövzusunda, qoşa ansambl təşkil edən binalar mövzusunda xatırladığım və Neftçilər prospektində iki ən əzəmətli mülklərdən birində xatırladığım xoş xatirələrim idi. Bu prospektin adı dəyişsə də, amma köhnə zamanlarda olduğu kimi elə Nərimanov prospekti kimi deyirlər. Həqiqətdə Hüseyn Cavid prospektində bu iki binaya diqqətlə baxın. Sovet dövrünün tələbləri artıq özünü büruzə verirdi, amma bütün bu tələblərə baxmayaraq Azərbaycanlı memarlar, o cümlədən Ənvər Qasımzadə bu binanı görün nə gözəl layihələndirib. Eyvan stilində olan elementlərdən geniş istifadə olunub. Binanın üstündəki karniz diqqətə layiqdir. Ən gözəl cəhət yuxarıdakı eyvanlar, pəncərələrin tağ şəklində forması milli üslubumuza tam cavab verən binalardan biri edib bu iki qoşa binanı. Ən diqqətə layiq hissə isə ortada bir qədər irəli çəkilmiş həmin bu hissədən ibarətdir və həmin hissədəki naxışlara diqqət yetirin. Bütün bina boyu bu naxışları seyr edə bilərsiniz və bu naxışlar təkcə burada deyildi. Bütün binanın üzərində idi. Əfsuslar olsun ki, son dövrlərdə olan bərpa prosesində yalnız hər iki binada, həm məndən sağda, həm də soldakı binada yalnız bir hissədə həmin fraqmenti, naxışlı fraqmenti saxlamaq mümkün olub. Amma nə qədər itirilsə də bu bina yenə də öz gözəlliyini qoruyub saxlamaqdadır və Sovet dövründə Mərkəzi Komitə və Nazirlər Sovetinin məlum qərarına baxmayaraq yenə də Azərbaycan memarları və gəlin etiraf edək, o zamanki Azərbaycan hökuməti milli romantizm üslubunda olan bu binaların inşasını davam etdirirdi. Bəlkə daha az miqyasda, amma yenə də olunurdu və bu Sovet dönəmi üçün çox vacib bir məqamdır. Əziz sirdaşlarım, nəzərə alın, ən adi bir şeyə görə nəinki işdən və partiyadan xaric olunmaq, hətta ömürlük karyerasına son qoymaq qorxusu qarşısında da insanlar bax belə estetik cəhətdən gözəl binaların inşasını Bakıda davam etdirirdilər. Pəncərələr xüsusilə gözəlliklə işləndi və onların yanındakı çərçivələri də diqqətə layiqdir. Hətta onlar içərisi boş olsalar belə də bu gözəllikdə ümumi ansambl təşkil olunarkən hər bir şeyin nəzərə alınmasını diqqətdən yayındırmazsınız. Eyvanların forması bir-birini təkrarlamır. Əgər ikinci mərtəbədə müəyyən bucaq altındadırsa eyvanlar, üçüncü mərtəbədə düz formada, dördüncü mərtəbədə isə daş eyvanlardır. Balaca da olsa estetikaya tam cavab verən bu eyvanlar təkrarsızdır.
Bu meydan Cənubi Sovet meydanı adlanırdı. Burada mənə doğma olan bina var. Arkada gördüyünüz həmin o bina məşhur bir binadır və Abuturab Axundun nəvəsi, anamın doğma dayısı Mirqasım Vahabzadə Sibirdə 16 il həbs düşərgəsində yatdıqdan sonra məhz Bakıda bu binada mənzillə təmin olunmuşdu. Hər dəfə buradan keçəndə mən o kişini xatırlayıram. Amma bura gəlməyimizdə məqsəd həmin xatirələr deyil, yox. Qoşa binalar mövzusunda söhbətimizi davam etdiririk və Cənubi Sovet meydanında Nəriman Nərimanovun abidəsinin arxasındakı iki möhtəşəm bina haqqında danışmaq istərdim. Yer 60-cı illərdə abadlaşdırıldı və burada yerin relyefini xatırladaraq yarım qövs şəklində və yerin formasına uyğun, küçələrin formasına uyğun olaraq iki bina inşa edildi. Binanın müəllifi, memar Nəsir Kəngərli idi. Həqiqətən gözəl bir binadır. Diqqət yetirin, bu qoşa binalar hər iki tərəfdən sanki bu küçənin bir qapıları rolunu oynayır. Digər küçələrdə olduğu kimi adətən qoşa binalardan məhz bu məqsədlər üçün istifadə ediblər. Bina düzbucaqlı formasında deyil, o müəyyən bucaq altında inşa edilib. Hər iki binaya bu sözü şamil etmək olar. Ən gözəl cəhət giriş darvazası və giriş darvazasının forması, onun ətrafında olan tağ şəkilli ornamentlər, eyvanlar, bu eyvanlar bir-birini qətiyyən təkrarlamır. Bir qədər ciddilik hiss olunur və görünür ki, həmin o məlum qərar burada özünü daha çox biruzə verməyə başlayıb. Amma buna baxmayaraq, milli romantizm üslubunda inşa olunmuş binalar sırasına aid etmək olar. Tən ortada olan o ornamentlər bu binaya xüsusi bir gözəllik verir. Bu bina da digər binalar kimi məşhur binalardır. Çünki burada çox məşhur elm insanları, mədəniyyət insanları yaşayıblar. Gülağa Məmmədov da bu binadakı mənzillərdən birində yaşayıb. Keçmiş Hüsü Hacıyev küçəsinə elə indi də Hüsü Hacıyev deyirlər. Baxmayaraq ki, bu küçə artıq Azərbaycan prospekti adlanır və Azərbaycan prospektinin lap əvvəlində monolit binasının yanındakı bu iki binaya diqqət yetirin. Qoşa binalardır bunlar və 60-cı illərin əvvəllərində məşhur Azərbaycan memarı Ənvər Qasımzadənin layihəsi əsasında inşa edilib. Bu yerdə qısaca bir haşiyə istərdim çıxım. Ənvər Qasımzadənin adına bugünkü verilişimizdə biz çox rast gəldik. Bakıda tikilən ən gözəl binaların müəllifi, layihəsi ona məxsusdur və Ənvər Qasımzadə hal-hazırki dövrdə Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadənin atasıdır. Sirdaş verilişi Azərbaycan Milli Televizyası vasitəsilə göstərilən proqramların ən maraqlısının sırasındadır. Çünki Sirdaş verilişi təkcə bugünkü müasir həyatımız haqqında deyil, hətta xalqımızın, millətimizin, dövlətimizin tarixindən də çox maraqlı və çox nadir faktları, nadir materialları geniş tamaşaçıya çatdırır. İnanıram və güman edirəm ki, dövlət tərəfindən də bu veriliş öz qiymətini alacaqdır və onu hazırlayan insanlar, onun üzərində çalışan insanlar öz əməklərinin, əlbəttə ki, onlar bunu heç bir mükafat üçün etmirlər, xalq üçün edirlər, Azərbaycan xalqı üçün edirlər və buna baxmayaraq onlar yəqin ki, öz yüksək qiymətlərini dövlət tərəfindən də alacaqlar. Memarlar İttifaqının idarə heyətinin sədri olaraq bir şey də demək istəyirəm ki, memarlıq sənəti üçün də bu verilişin çox böyük əhəmiyyəti var. Çünki adətən bu verilişin əsas personajı şəhərdir və memarlıqdır. Ona görə də biz bu verilişi özümüzə çox
əziz və çox yaxın qəbul edirik, yəni Azərbaycan memarları və bu veriliş vasitəsilə bəlkə də başqa yerdə demək istəyəcək sözlərimizi deyirik. Çox sağ olun, sizi təbrik edirəm, müvəffəqiyyətlər arzu edirəm və inanıram ki, əməkdaşlığımız bundan sonra da çox səmərəli və çox sıx olacaq. 60-cı illərdən etibarən bu küçədə bir-birinin ardınca məşhur binalar tikilməyə başladı. Və bu binalardan biri də Pasaj bazarı ilə monolitin arasında yerləşən qoşa binalardır. Diqqət yetirin binanın gözəlliyinə. İnqilabdan əvvəl Bakıda tikilmiş binaların arxitektura üslublarını özündə ehtiva edir. İkinci mərtəbənin üstündəki karniz naxışlarına diqqət yetirin, necə nəfis naxışlarla bəzədilib. Ümumən, 3-cü mərtəbədəki karniz, pəncərələr özü ayrıca bir gözəllikdir və tağ şəklindən maksimal dərəcədə gözəl istifadə etmək mümkündür. 3-cü mərtəbənin yuxarısında olan eyvanlar isə daha çox Venesiya stilini xatırladır və sütunla əlamətdardır. Axşamlar bu binalar işıqlandırılarkən xüsusi bir gözəlliyə qərq olur. Birinci binanın altında uzun müddət elmi-texniki kitabxana var idi və texniki ədəbiyyatı heç yerdən deyil, məhz buradan gəlib almaq mümkün idi. Əfsuslar olsun ki, son dövrlərə kitablara olan maraq xeyli azaldığından və insanlar artıq bu kitabxanadan istifadə etmədiklərinə görə yeganə elmi-texniki kitabxana da öz fəaliyyətini dayandırdı və indi hal-hazırda burada yurdumuzun məşhur banklarından biri fəaliyyət göstərir. Hər iki bina arakəsmə ilə ayrılır və tam simmetrik olaraq inşa edilib. Cəsarətlə söyləyə bilər ki, şəhərimizin ən məşhur binalarından biri 60-cı illərin əvvəllərində Ənvər Qasımzadənin layihələndirdiyi və Hüsnü Hacıyev küçəsinin lap əvvəlində təşəkkül tapmış bax bu qoşa binalardır. Arkada gördüyünüz o qoşa binalar artıq müstəqil Azərbaycan arxitekturası qisminə, sinfinə aid edilə bilər. Amma qoşa binalardır və məhz qoşa ansambllı binalar mövzusunu yekunlaşdırarkən biz həmin bu binaların fonunda sizə söyləmək istəyirik. Biz hökmən sirdaş komandası olaraq sizə müasir Azərbaycan arxitekturası mövzusunda bir buraxılış təqdim edəcəyik. Çünki Azərbaycan müstəqilliyi qazandan sonra şəhərimizin görkəmində əməlli başlı gözəl binaların sayı həddindən artıq çox görünməyə başladı və bu binaların bir çoxu həqiqətən bir sənət əsəridir. Bu şəhərə gözəllik bəxş edən arxitektura nümunələridir. Amma bu tamamilə ayrı bir verilişin mövzusu olacaq. Hələlik isə qoşa ansambl təşkil edən binalar mövzusundakı buraxılışımızı yekunlaşdırırıq. Sizə xoş əhval-ruhiyyə arzu etmək istəyirik və bir də sosial şəbəkədə bizə arzu və istəklərinizi bildirə bilərsiniz. Səhifəmiz hər zaman üzünüzə açıqdır. Xoş dəqiqələrdə yenidən bulunmaq ümidi ilə hələlik salamat qalın. Yəqin bugün səhər bu bağçadan keçmisən, soruşursan nədən bildim bunu mən, çiçəklərin nəfəsində